müsəlmanlar. Allahın rəhməti, bərəkəti hər birimizin üzərində olsun. Allahın izni ilə bu dəfəki çatdıracağımız mövzu şəhadət mərtəbəsinə ucalmaq və bu mərtəbədə əziyyət çəkmək haqqında olacaq. Çox gözəl bir deyimimiz var, bu ki, keçmişin unudanın gələcək ola bilməz. Biz öz keçmişimizə baxdığımızda İslam dini bizim bölgədə yaşayışımız çox çətin bir mərhələdən keçmişik. Azərbaycan bölgəsinə gəlməsi və bu bölgədə İslam dini yaşanmasına biz tariximizə baxdığımızda xəlifələrdən sonra çəkdiyimiz əziyyət ta bugünümüzə qədər. Hər zaman bizim toplumumuz mərkəz bir ölkə olub deyə hər zaman biz belə əziyyətlərə qatlaşmışıq. Və Allahın dostuna hər zaman sadiq bir insanlar çıxıb və canları ilə, malları ilə bu dini, bu torpaqlarda yaşanmasına əziyyət çəkən insanlar olub. Hər zaman da olub və Allahın izindən bundan sonra da olacaq. Çünki biz hər zaman da dua eləyəndə nə buyurur? Ya Rəbbim, bizim bölgən daimi sabit qədəmdir. Yəni bu bölgən İslam dininin yaşanmağından ötürü də bir mömin hər zaman dua etməlidir. Və biz baxdığımızda sabah 27 sentyabr anın günüdür. Yəni bizim torpaqlarımızın alındığı bir günün başlanğıcıdır. Çünki bizim torpaqlarımız düşman əsarəti altında olduğu anda bizim dinimiz də yaşantısına çətin oldu. Allah hamd olsun ki, bugünkü gün o torpaqlar azad olub və o torpaqlarda ilk inşa olunan bina nədir? Allahın evi. Allahın evi olan bir yerdə, Allahın evi zikr edən bir yerdə Allah subhanətə bərəkət də verir. Və bir millət azad bir şəkildə dini yaşamağından ötürü, ibadətin yerinə yetirməkdən ötürü azad və müstəqil bir ölkə ihtiyacı var. Çünki əsarət altında olan bir ölkələrə biz baxdığımızda, orada müsəlman bacı və qardaşlarımız hər zaman əziyyət çəkir. İbadətlərinə, itaətlərinə, hətta biz baxdığımızda evlilik məsələlərində belə çətinlik çəkirlər. Bizim din qardaşlarımız olan Uyğur türkləri. Bu insanlar evlilik məsələsində belə İslam şəriətinin evlənməyinə əziyyət çəkirlər. İmkan verirlər. Amma bu günlər Allah subhanətə bu neməti bizə verir. Azad bir şəkildə Allahın evlərinə toplaşa bilirik. Biz gənc nəsil olaraq, biz bunu sadəcə kitablardan oxuduq, amma yaşlı nəsil bunu həyatlarında yaşadılar. Çünki o insanlar evlərində xəlvət namaz qıldı. Allahın kitabını gizliyə-gizliyə oxudular. O əziyyətlər amma Allahı buraxmadılar. O inancları buraxmadılar. Hər zaman o sağlam əqidə üzərində oldular. Bizə bu vətən, bu millət sevgisi, bu torpaq sevgisi kimdən gəldi? Allah Resulü sallallahu aleyhi ve sellem'dən. Həzrət Peyğəmbərimizi, o mübarək insanı öz doğulduğu yerindən, Məkkədən çıxardılar. Məcburiyyət qarşısında Allah Resulü sallallahu aleyhi ve sellem buranı tərk edir. Və Peyğəmbərimiz deyir, Məkkəni tərk edərkən, Məkkənin kənarında uca bir təpənin üzərine çıxıb ağlayır. Deyir, ey Məkkə, vallahi səndən gözəl bir şəhər görmədim və sən mənə çox əzizsən. Əgər deyir, səndən məni çıxartmasaydı, vallahi səni tərk etməzdim. Sənin sevgin deyir, hər zaman mənim içimdədir. Və hər zaman bura qayıtmaqdan ötürü əlləşəcək. Bizə bu sevgini, bu vətənin, millətə olan sevgini kimi öyrətdi Peyğəmbərimiz. Biz baxdığımızda Məkkə dönəmində sağlam bir dövlət yox idi, ibadətlərin harada gecələr evlərində edirlər. Xəlvət bir şəkildə qılırdılar namazlarını. Bizə namazın qılınış şəkili, səsli və səssiz namazın qılınış şəkili ondan gəldi çıxdı. Sübh və axşam namazını, işə namazını biz səssiz qılırıq. Niyə? O zaman Məkkə müşrikləri eş-işrət məclislərində olurdular. Ona görə rahat bir şəkildə səssiz qıla bilirdilər. Amma zöhr və əsr namazı vaxtı isə Məkkə müşrikləri küçələrdə olurdu deyə, onun qorxusundan xəlvət, səssiz namaz qılırdılar. Biz baxırıq ki, bir əsarət altında olmaq insan ibadətinə qədər təsir edir. Amma Mədinə dönəmə gəlib çatdığımızda əsr saadət dönəmi başladı. Ən gözəl bir dönəm ki, orada böyük sahabələrin yetişməsinə, sağlam bir insanların yetişməsinə səbəb oldu. O azad bir yerdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem Mədinə şəhərinə gəlib, orada ölkən, təməlin qoymaq var ki, ilk qoyduğu nə idi? Məcəllə. İslamı məcəllə, dini məcəllə, insanlar qoyduğu kontekstdir. Və bundan ötürü bizə azad bir yer lazımdır. Və Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sahabələr gəlir, deyir ki, ey Allah Resulü, ən üstün əməl hansıdır? Ən üstün fəzilət əməl hansıdır? Allah Resulü sallallahu aleyhi ve sellem ki, Allah yoluna cihad etmək. Cihad edib şəhid olmaq. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Allah yolunda döyüşərək öldürülənlərə şəhidlər, ölülər demək. Onlar Allah yolunda sağdırlar, Allah yanında onlar rızqlanırlar.
Bunların şahid sözü hər zaman bizim şəhid sözü şəhadət sözündən gəlir. Yəni Allahın o rəhmətindən, o bərəkətindən nail olmaq. Onu görüblər deyə. Və onlar hətta deyir ki, ya Rabbim bizə icazə ver, bu dünyaya qayıdım, yenə şəhid olun. Çünki daha çox savab əldə edin. Allah Resulü sallallahu aleyhi ve sellem bu ki, cənnət deyib qılıncların kölgəsi altındadır. O qılıncların qorxusan da, ya bugünkü gündə müharibə anlatacaq, o qorxan da o insanlar canın önə atdılar. İnsan üçün ən sevimli şey nədir? Öz canı. Önə atdılar nə üçün? İnsanlar rahat bir şəkildə dini yaşaya bilsinlər deyə. Rahat bir şəkildə biz bugün burada xütbə verək deyə bu insanlar canlarını mütəb qoyuyor. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bu ki, ruhdan düşməyin və kədərlənməyin. Əgər inanırsınızsa, üstün olan sizsiniz. Və biz baxırıq ki, bizim millət heç bir zaman ruhdan düşmədi. Bu ayət, biz hər zaman demişik, bizim yaşlılarımız çox şey bilmirdi, amma az şey bilirdi, əməl edirlər. Heç zaman ruhdan düşmədilər. Hər zaman dedilər ki, inşallah bir gün biz öz torpağımızda rahat bir şəkildə yaşayıb, rahat bir şəkildə ibadətimiz edəcəyik. Və Allah subhanahu ta'ala başqa dinə qurur, Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allah'ın olsun ki biz parçalanmasın. Biz sağlam bir ayaq üzerine duraraq öz bölgəmizin azadlığı için, öz torpağımızın azadlığı için sağlam bir əqidə üzerine bölüşdük. Allah bu neməti bizə nə üçün verdi? Bərabərliyimizə görə, birliyimizə görə. Və Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem bir-birinə həsəd etməyin və bir-birinizə də kin bəsləməyin. Çünki kin elə bir şey ki, insan üzərinə fitnə salır. Bu fitnə axırda bizi parçalanmağa gəlib çıxardır. Bu günlərdə biz rahat bir şəkildə ibadət ediriksə, bunu qorumaq, çalışmaq lazımdır ki, bu parçalanma olmasın. Allah subhanahu wa ta'ala ayət kərimdə buyurur ki, fitnə qətldən daha şiddətlidir. Halbuki biz qətlə baxdığımızda, bir insan öldürməyə baxdığımızda Allah subhanahu wa ta'ala buyurur, bir insan öldürmək, bütün insanlığı öldürməkdir. Amma deyir, fitnə ondan daha betərdir. Çünki bir fitnə olarkən, bir ölkənin dağılması ortaya çıxır. Bir ölkə dağıldığı zaman azad bir şəkildə ibadət etmək ortadan qalxır. Və yaxud da bir bölgədə olarkən insanlar bir-birinə qarşı kin bəsləyir. Ona görə də Allah subhanahu ta'ala buyurur, bir-birinizə qarşı kin bəsləməyin. Bizə başqa ayədən Allah subhanahu ta'ala misal gətirir, nə buyurur? Möminlərdən iki dəstə bir-birinə vuruşarlarsa, onların arasını barışdırır. Yəni, möminlər belə bir-birinə, müsəlmanlar belə bir-birinə qarşı-qarşı çıxa bilər. O anda deyib, araçılıq edin və onları barışdırın. Yəni, heç bir zaman İslam dini bizə parçalanmağa getməyə icazə vermir. Çünki parçalanan bir dövlətdə sağlam bir əqidə və sağlam ibadət ola bilməz. Və bugün biz sağlam bir şəkildə ibadət edə bilsə, orada canlarıyla önə qoyub və ya sağlamlığı itirən o qazilərimizin sayəsində. Allah subhanahu wa ta'ala vətənin millətindən ötürü canınla keçən şəhidlərimizə rəhmət eləsin. Allah subhanahu wa ta'ala bu millətin biz sağlam şəkildə ibadət eləyək deyə sağlamlığından keçən o qazilərimizə xeyrisini şəfasını versin. Allah subhanahu wa ta'ala bizlər o məqama çatdırsın. Şəhidlik elə bir məqamdır ki, Xalid ibn Vəlid 100-dən çox döyüşdə ancaq qalib gəldiyi, 100-dən çox ancaq qalib gəldiyi döyüş keçir tarixdə. Xalid ibn Vəlid şəhid olmaq niyyətini hər zaman döyüşlərə getirdi. Son anda Xalid ibn Vəlid yatağında can verərkən, bu ki, mənim qılıncımı verir. Qılıncı gətirlər, Xalid ibn Vəlid durur ayağa və qılıncına sökənir. Deyir ki, şəhidlik Allah mənə qismət etmədi döyüş meydanında. Heç olmaz ki, o qılıncımla ayaq üzərində dünyasını dəyişir. Yəni, o məqamı Allah subhanahu wa ta'ala sevdiklərinə qismət edir. Allah subhanahu wa ta'ala bizləri də o məqama yetişməyə hər birinizə nisbət etsin.